Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Qazax Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi balansında olan əkin sahələrinin suvarılması üçün 5 mənbədən Ağstafa çay, Coğaz çay, İncəsu çay su anbarlarından, Kür və Xıram çaylarından su götürülür. Bu sahələrin 7160 hektarı mexaniki üsulla, yəni nasos stansiyaları, 118010 hektarı isə öz axımı ilə açıq kanallar və arxlar vasitəsilə suvarılır. İdarənin balansında 22 ədəd nasos stansiyası mövcuddur ki, bundan 20 ədədi hazırda fəaliyyətdədir. Hazırda nasos stansiyalarında bu il üçün təmir işləri aparılır. Bu ilin əsaslı təmir planına əsasən yaxın vaxtlarda 5 ədəd subarteziyan quyusunda əsaslı təmir işlərinə başlanılacaq. Eyni zamanda torpaq məcralı dəmirçilər arxında əsaslı təmir işləri davam etdiriləcək. Bununla yanaşı idarənin balansında olan Axmaz və Şıxlı arxlarında müasir texnologiyalardan istifadə edilərək günəş paneli ilə çalışan su ölçən cihaz quraşdırılıb ki, bu cihaz vasitəsilə suyun sərfiyyatını ölçmək, hesabatını aparmaq mümkündür. İstismar tədbirləri planına əsasən hal-hazırda arx və kanallarda 200 min kubmetr həcmində, 152 kilometr uzunluğunda sahədə lildən, kol-kosdan təmizləmə işləri aparılmışdır və işlər yenə də davam etdirilir. Bundan başqa Qazax Su Meliorasiya Sistemləri İstismar İdarəsinin balansında 231 ədəd subarteziyan quyusu fəaliyyət göstərir və 25 ədəd subarteziyan quyusunda cari təmir işləri aparılmışdır və hal-hazırda işlək vəziyyətdədir, əhaliyə xidmət göstərir. Əkin sahələrinin vaxtında və normalara uyğun olaraq suvarılması nəticəsində hər il məhsuldarlıq artmaqdadır. Fermerlərin sözlərinə görə suvarma kanallarının lildən təmizlənməsi su itkisinin qarşısını alır və suyun sahələrə daha tez çatmasına imkan yaradır. Gördüyünüz bu sahə mənə məxsusdur. 3 hektar kartof, 5 hektara yaxın dənli bitki əkmişəm. Hal-hazırda suvarma kartofun çiçək devridir. Bütün ərazidə hər yerdə suvarma gedir. Gördüyünüz kimi məhsulumuz çox gözəl becərmişik. Hal-hazırda ən yaxşı vəziyyətdədir. Daha yüksək məhsuldarlıq, yəni tək burada deyil, həm dənli bitkilərdə, həm kartofda ən yüksək məhsul götürməyə bir nəzərdə tutmuşuq. Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əkin sahələrini suvarma suyu ilə təmin etməklə bərabər Qazax şəhəri, Ağköynək, Qarapapaq və 2-ci Şıxlı kəndlərinin 9500 abonentini içməli su ilə təmin edir ki, hazırda idarənin fəaliyyəti nəticəsində əhali 24 saat içməli su ilə təmin olunur. Qeyd edək ki, Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayonun 189.070 hektar kənd təsərrüfatı bitkiləri əkilmiş, pay torpaq və həyətyanı sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edir. Jalə Novruzova, Real.